Son zamanlar müxtəlif nutrisioloqların, dietoloqların, qida mütəxəssislərinin verdikləri informasiyalar müxtəlif xəstəliklərdə hər hansı bir qida növünün qadağan olunması ilə özünü göstərir. Pasientimizin bir sualına cavablamaq istəyirəm. Hashimoto tireoiditiyəm, doktor və mənə qoz yemək olarmı? Əslində istənilən qidanın tərkibində bütün maddələr var və çox təəssüf ki, son dövrlərdə sosial mediada, internetdə müxtəlif məqalələrə, nutrisioloqların çağırışlarına, dietoloqların çağırışlarına rastlaşırıq ki, bu da Hashimoto tireoiditli pasientlərdə bir çox qidanı qadağan edir. Ancaq nəzərinizə çatdırmaq istəyirəm ki, bunlara əks olaraq da həmin o nutrisioloqlar və dietoloqlar əksinə pasientlərə külli miqdarda yod preparatları təyin edir. Bəs buradakı əlaqəni soruşmaq istəyirəm ki, nədir əlaqə? Bir tərəfdən pasientin təbii olaraq yod daxil olan qidalardan məhrum etmək və digər tərəfdən də əksinə pasientə lazımsız miqdarda yod təyin etmək hansı məntiqə sığır? Ona görə də istənilən qidanın icazə verilən həddə, yəni mülayim həddə istifadəsi əks göstəriş deyil və Hashimoto tireoiditi əgər hormonlarınız normaldırsa, həyatınıza təsir edəcək ağır bir xəstəlik deyil. Sadəcə endokrinoloq konsultasiyasında olub zaman-zaman kontrollərinizi aksatmamanız tövsiyə olunur. Özünüzə yaxşı baxın.